Yəni o da deyirsiniz ki, bu yanlışdır da. Məsəl üçün kimsə gedir dua yazdırır. Hamısı yanlış. Yaxasından Hamısı taxtırır. yanlışdır. Gecə onunla yatır, nə bilim, Bəli. ağac altına bastırır. Çünki bunların hər biri inancdır. İndi deyəcəklər sən hardan bilirsən? Bax belə deyim də, istəyirsiniz ki, dünyadakı bütün duaları yazdırın, nə yazdırırsa yazdırın. Əgər sizin aura dairəniz, enerjiniz açılmayıbsa və enerjiniz güclənməyibsə, heç birinin təsiri olmayacaq. Yaxşı, enerjini necə gücləndirsin? Yəni adam özü-özünə enerjisini gücləndirə bilməz? Enerjini öz-özünə də gücləndirə bilər. İndi bəzi insanlar ola bilər ki, deyim Murad bəy, mən kasıb adamam, seansa gələnmirəm. Mən necə gücləndirim? Mən dağın başında Neynəsin, yaşayıram. ölsün o. Ay sağ ol. Onun üçün də mən onlara da dəstək olum. Bax, birinci enerjini bloklayan şey kök çakranın blokaj olmasıdır. Kök çakra bizim onurğa sütunumuzun ən aşağı nahiyəsində yerləşir. Rəngi qırmızı rəngdədir. Kök çakra həyat eşqidir. Kök çakra bloklananda enerji bloklanır. Kök çakranı aktivləşdirmək üçün bir insan ayaqyalın şəkildə torpağın üstündə 21 gün gəzməlidir. Aha. Amma gün boyu yox da, ta gündə bir 10 dəqiqə, 15 dəqiqə cibədən neytrallaşsın, negativi ötürsün. Aha. Yəni negativi ötürsün, yığdığı Negativi torpağa. Bax, ayağınla çıxsın, hə? Bəli, adi elektrik vurmuş adamlar var. O həmişə torpağa bastırırlar ki, toku sorsun da. Zaten torpaqlama deyilən bir şey var elektroenergetika sahəsində. Aydın. Hər şeyin torpaqlaması var. Aydın. Yəni insan da torpaqlanmalıdır ki, o negativ enerji axsın. Bizim ikinci çakramız cinsel çakradır. O həm də bolluq bərəkət çakrasıdır. Bəzi insanlarda bu bloklanır. Bu bloklanma nə zaman olur deyim. Dinimizdə belə bir söz var, deyir zinə eləyən ruzisi olmaz. Hə. Səncə niyə elə deyirlər? Öz harama getməməlisən deyə düşünürəm. Bax deyim. Bax bir kişi düşün, bu gedir mütəmadi fərqli qızlarla zinə eləyir. O zinada zina o qədər çətin bir prosesdir ki, sən qarşıdakı tərəfin qadın DNT-ni götürür. Kişi yox, əsas qadın DNT-ni götürür. Kişi də qadının o morfogenik alanına, sahəsinə daxil olub, qadındakı bütün uğursuzluq varsa uğursuzluğu, sehri, cadunu, nəzəri, bədniyyət, hər şeyi sordu öz enerjisinə. İki aura birləşir axı o anda. Birləşəndə kişi götürür onu. Qadın zaten genetik olaraq da götürdü DNT. Bir də 7 ilə təmizlənəcək. Kişi energetik götürdü onu. Və fərz elə ki, bu kişi indi bu qadından bir yerdə deyil və zaten mütəmadi olaraq bu gəzəyən bir kişidirsə, el dilində desək, bu gəlib normal qadınlarla da bir yerdə olmur. Yəni müxtəlif o işlərlə məşğul olan və fərz elə ki, onun üstündə də bir neçə kişinin ağırlığını da üstünə götürür. Yəni bu qadının bundan qabaq münasibətdə olduğu bəylərin hamısının ağırlıqları bu xanımdaydı. Bu da sağ olsun gəlir bunu üstünə. Sonra kişi deyir ki, Murad bəy, mənim biznesim uçurdu, birdən tak düşdü. O başa düşmür ki, bütün uğursuzluğu götürdü üstünə. Aydın. Bu və nə olur? Sonra bu kişi gəlir evə, bunun bir yoldaşı var axı evdə. Gəlir, bunu da keçirir yoldaşını. Tək xəstəlik keçmir ha, misal hepatit falan o heç, atdım qırağa. Lap bundan qorundu. Amma bunun bir də energetik təsiri var. Sonra qadın durur, deyir mənim başıma nə gəldi? Mən öz-özümə başım ağrıyır, ürəyim bulanır, negativ təsirlərə düşür. Sanki qadın çökür oldu. Kişi gəlir biraz başını qatır çöldə falan nə edir? Amma qadın bunu eləyənmir də vəbşə düşür energetik təsirə və buradan da çıxa bilmir, səbəbini tapa bilmir. Ha getdi həkimə, sən energetik təsirdəsən. Buna deyirlər psixi hücum. Çox maraqlı. Ona görə müqəddəs Qurani-Kərim nə edir? Zinanı qadağan edir. Qadağan edir. Və niyə? O sənə nə deyir? Deyir şübhəsiz ki, mömin kişilər mömin qadınlara, təmiz kişilər təmiz qadınlara, zinə edən kişilər zinə edən qadınlara halal buyurulmuşdur. Maraqlıdır. Eşitlik yaradır. Üçüncü